Balıq sevənlər bu resepti mütləq sınayın. Bir dəfə edən bir daha belə edəcək. Gəlin sazan balığımızı hazırlayaq. Əvvəlcə balığın pullarını təmizləyirik, yaxşıca yuyuruq və artıq hissələrini kəsirik. Sonra balığı ideal ölçüdə tikələrə doğrayırıq. İndi isə gələk dad verən hissəyə. Xmeli suneli, qırmızı istiot, sarı kök, zəncəfil, sumaq və üzərinə bol limon suyu sıxırıq. Hamısını əlavə edib balığın hər tərəfinə yaxşıca yediririk. Daha sonra balığın tikələrini ona batırırıq və qızğın yağda cızır-cızır səs gələnə qədər qızardırıq. Qızılı rəng aldısa deməli hazırdır. Qabığı xırtıldayır, içi isə ağızda əriyir. Siz də evdə sınayın və kommentlərdə yazın. Daha çox dadlı reseptlər üçün səhifəni izləməyi unutmayın. Nuş olsun!